Herkese Salman Ayxan. Bugün sizlerle birlikte Amina Səmədinin videolarına baxırıq. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmağı unutmayın. Aminanı da hələ də takip eləmirsə açıqlamaya qoydum linkdən takip edə bilərsiniz. Qızların bəyənmədiyi oğlan. Gözlərinizdə özümü, qollarınızda sakitçiliyi, saçlarınızda isə huzuru tapdım. Sizinlə tanış olma şərəfinə məni layiq görərsiniz. Avız qırdaya vurdum. Tərbiyəsiz. Qızların bəyəndiyi oğlan. Bilmirəm, yaz görün bura. Sən niyə nömrəmi yazdın? Yaz, işim gücüm var, tez elə. Burada Aysu yazıb sənə. Kim yazdı? Aysu. Boş verin, sən yazmayın. Mən olacağım. Sağ ol, get. Ay şeker oğlan. Oyda. Üzr istəyirəm xanım, video çəkirdi. Bəli, Yorum video yaz. çox sağ olun. Necə də mehriban insanlar qalıb. Görürsüz, sırada üzr istədi. Oğlan da qəşəng idi. Sumka! Sunqanı uğradı. Hər qızın arzusundakı Mamanla oğlan. bir evdə qalmayacağıq. Yo, mamamla niyə bir yerdə qalıb ki, ayrı qalaq? Ayrı qaldı. Bax, mən evdə yemək bişirməyəcəm ha. Heç nə bişirməyəcəksən, ya evə sifariş verəcək, ya da çöldə yeyəcək. Mən sən paltarlarımı yummayacağam. Evləri də yığışdırmayacağam. Nə olacaq ya? Adam tutarıq, evləri də yığışdırar, paltarları da yığışdırar. Geçək. Onda mənə tez-tez bahalı hədiyyələr alacaqsan. Niyə almıram ya? Qurban da alaram. Hə, onda evlənək. Ay xanım, siz kimdən danışırsınız bayaqdan? Gələcək ərimlə. Elə bir əlimiz gəlməyib bax belə. Ay yox, o boyda kişini görmüsən. Əslində elə bir oğlan yoxdur yəni. 18 yaş və üstü. 30 yaş üstü. Artıq dipçə ilə gəzirsən. Əmmi, sən haçan evlənirsən? Səni gözləyirəm. Niyə? Haçan ərimdən boşanacaqsan, sən ərinlə evlən. Oyda. Nəsə danışsan. Bəs sən nə səysə danışırsan? Kişi var, sevgilin var, kimdən evlənib? Heç nəyi bəyənməyən qız. Sifariş eləmişəm, nanəsi çoxdur. Bu nətər xırçıldayan badımcan salatıdır? Heç xırçıldamır axı. Qaynar gətiriblər, belə su olar. Bu havada kondisioner niyə qoşmayıblar? Amina, biz elə bir açıq havada oturmuşuq axı. Nə olsun, Xanım, hər şey yaxşıdır, bəyəndiniz hər şeyi? Bəli, hər şey super idi, hər şey əla dadlı idi. Ancaq yemək Gəlib yeyir. bəlkə sən də çiməsən. Yox, burada yaxşı narahat olma, siz gedin kimin? Ay bala, bəsdir zəbər Ancaq elədin, günəşlənir. kömür olacaqsan. Yox, narahat olma, vitamin D-dir, yaxşıdır. Ay qız, çıx da day Sudan sən sudan. Bu nə istidir? Şeylə. Ayda dəniz də Ay Əminə, çirklidir. bəsdir. Sən də nə qədər deyindin. İyi çirklidir, çimməyəcəm, mən çimməyəcəm. Ayda axır ki biraz külək vurdu. Yoxsa günəşdən adam ucu bezirdi. Ay Nə Əminə, qədər- qonşular baxır, qışqırma. Az mən qışqırmıram ki onsuz da. Hayda qışqırır ama. A mən də ona deyirəm ki, ayrıl da ondan. Aha. Nə qədər olar ona dözmək? Əminə, qonşular ucu divarı vurur, qışqırma. Az mən qışqıra danışmıram axı. Hava qəşəngdir. Yaxşı Əminə, gecən xeyrə getdim mən. Hə, yaxşı, davay mən də evə gedirəm. Narahat olma. Qışqırma məhəlləmizdəyik. Az bala mən qışqırmam. Edirəm. Mənim də belə bir dostum var. Qonşular səndən şikayət edir mənə. Qışqıra Ay qışqıra nə danışır. qışqırmaq? Sən də boş-boş Əminə, get danışırsan. buradan. Sağ ol. Siz də sağ olun. Ayda 25 yaş üstü. Belindən gəlir o səs. Ayda. Yəni, amma 25 yaşında çox tez. Heç nə bəyənməyən O rəfiqə. qədər istidi, bezdim. Ona kimdən? İç. Axır ki gəldin. Bayaqdan ürəyim partlayır, sənin sürprizin var. Nə sürprizi? Buna bax. Özümə maşın aldım. Məzələnirsən, niyə dedin ki? Niyə ki? Az bunun xərci, yağı, salonu, o su, bu su. Hayda. Gülkün metro ilə gəzirdin də. Az yox, o istidə zadda gəzmək olmur da, maşındır da, nə pisdir ki. Az biri var 50 qəpik ödəyəsin, biri var ayda 200-300 manat. Hələ kredit Allah bilir nə qədər. Az yaxşı da biraz xeyirli olsun denən. Xeyirli olsun, amma yenə də çox naxaq aldın. Mənə indi fikir verdim, elə bir burnun sən əməliyyatdır. Yo, Özün təbii gözəllik məcburi kimi əməliyyatdır. Mən elə bil göstərir. uşaqlıqda yıxılmışam, məcburi əməliyyat elədik. Amma yenə də deyəsən nəsə o deyil. Hə, birinci dəfə alınmadı, çox suni elədi. Aa. Məcburi ikincini estetik elədik ki, təbii görünsün. Hə, başa düşdüm. Bəs dodağın? Dodağım qışda çox qurumuşdu. Ha. Kosmetoloqa getdim, dedi ki, qurumasın deyə gel vurmalıyıq, məcburi. Yəni krem buran O da mənzilə gel məcbur. vurmalı. Yox, tez-tez quruyurdu. Hə, Qurumasın başa deyə düşdüm. gel. Başa düşdüm. Elə bəs yanaqlarında nəsə qəribəlik var. Yanağımı uşaqlıqdan mama çox şapalaq vururdu, Hə. deformasiya getdi. Bir tərəfim əzilmişdi. Məcbur gel, məcbur. Hə, o da geldi. Hə. Hə, bildim. Bir dəqiqə. Bu çənəni eləmsən?
Çənə uzatma, bir də botoksum var. Şu, bundan artıq. Gör nə deyirəm, indi biz sabah bir gün evlənərik. Başqa harandasa əməliyyat varsa de bilinmə. Qohum əqrəba qabağına biabır olmayıb. Ət çəkmə, qaynaq, qulaq balacalaşdırma, barmaq uzatılışma, ayaq uzadılmışma. Aba, yeri Barmağımı gətir. kəsmə. Kitay heç belə maşın yığmır. Sən özün necə yığdırmısan Elə belə? deyil də. Allah haqqı kitay Elə qələt deyil. elib yanında. Əlvi çək. Maya buraxmışam. Ayda, Əminə Taxıl bilirsən rəfiqə. nə oldu? Nə olub? Dünən mənə sevgilim maşın aldı. Xeyirli olsun. Təbrik eləyirəm. Neyinib, xəyanət elib deyə alıb. Yox, niyə xəyanət eləsin ki? Sevdiyindən alıb da, dəyər verib də mənə. Nə bilim valla, biraz şübhəlidir. Məncə sən yoxla, yenə də bəlkə xəyanət eləyir. Nəysə, xeyirli olsun, xeyirli olsun. Əminə, ayda, Ne oldu? Nə oldu yenə? ayda, axır ki, səncə bacın gələn ay hara uçur? Hara uçursan? Maldivə aşkın bilet alıb gedirəm Zaqaral. Vəfa üzvə demək kimi olmasın. Amma məncə həqiqətən sənə xəyanət edir. Həm maşın, həm Hayda, ailə. pahalılığın da tabu dərəcəsi Ay yoxdur. bala, niyə da? Yəni niyə mənə xəyanət eləsin? Mənim kimi qızın niyə xəyanət eləsin? Ola bilməz ürəyindən keçir. Durduq yerə sevə-sevə eləyir da bunu bu. Bəlkə də xəyanət eləmə, amma yenə də Maldiv o deyil. Orada milçək, kamarza doludur. Tək dərdiniz Yenə də xeyirli olsun. olsun. Uç sağ salamat. Lap yaxşı, oldu. Əminə, təsəvvür elə ki, neçə vaxt gözlədiyim şirkət mənə təklif elədi, özü yüksək maaşla. Ay xeyirli olsun, xeyirli olsun. Bu kimdir ki ona o maaşı verirlər? O qədər sevinirəm, o qədər sevinirəm. Neçə vaxt gözləyirdim mən bu xəbəri. Ay Allah, çox şükür sən ürəyimə görə verdin. Hə ürəyim, sən bu işə layiqsən. Neçə vaxt gözləyirdim, maşallah. Göz dəyməsin sənə. Bu qədər xeyirli işlərin olur, layiqsən ürəyim. Hesabı da bağlayarsan da. Ayda, Amma Əminə, həqiqətən bilirsən belə nə? dostunuz, ətrafınızda belə insanlar varsa, mümkün olduğu qədər uzaq durun. Futbol qızlar. mən sən futbola. Sən nə başın çıxır futboldan? Mənim başım çıxmır futboldan. Hə. Sabit, indi sənə sübut eləyim ki, mənim başım çıxır Aha. futboldan. Sən Allah güldürmə məni. Deməli, İrina Şeyx İslamova, Cristiano Ronaldo'nun keçmiş sevgilisi. Icardi qardaş dediyi oğlanın arvadına göz tikib. Sonra o göz tikdiyi də arvad da xəyanət elib Icardiyə. Pique Shakira xəyanət eləyib. Hə, Courtois ilə De Bruyne. Qız üstündə dava eləyiblər. Başıma Oyda. xeyir. Dur getdik futbola. Gedirik. Bütün hamısını bilir ki, Vəfa, axır ki deyirəm, görüşdük. O qədər sevincliyəm. Ayda, Sabit deməyə, mən də çox həyəcanlıyam, çox sevincliyəm. Gəl bir-birimizi yaxından tanıyaq. Sən nə bürcüsən? Mən əkizlər. Bəs yaxşı, ən sevdiyin yemək nədir? Yarpaq dolması özü də mamanın bişirdiyi. Nə gözəl, Ayda. mamam bişirdiyi dolma. Bəs Sabit, ailədə neçə nəfərsiz? Biz ailədə 4 uşağıq, 3 bacının bir qardaşıyam. Dünənki baldızdan bolam ki. Onda belə çıxır ki, biz evlənəndən sonra hamımız bir yerdə qalarıq da yəqin, hə? Əlbəttə ki, mən mama papayla qalsam, evin balacasıyam. Hamımız bir yerdə şad xuraman yaşayacağıq. Yəni bu da gözəldir. Siz də bir də çay verərsiniz bizə. Ha yox, gözlə, gör nə qədər diqqətsizdir, heç soruşmadı kiməm mən. Əkizlər bürcüdür, mama ilə qalan. Hər şey Oyda. mama. Nə olub? Mən onun podruqasıyam, səndən sevgili falan olanda deyil. oh, Düş. Ayda iş sən qadını. niyə telefonlara baxmırsan? Niyə mesajlara cavab vermirsən? Sən Allah Lazik, gözlə gəlməm, gözlə gətirəm. Qız hara gedirsən? Əminə nə ağarsan sən? Gözlə, bir dəqiqə gəlməm. Ay qız bir dayan görüm mənəm sevgilinlə mən səni niyə adam yerinə qoymursan mənə? Rüzgahdan çıxmışam. Üstə o nədir alıb veriblər yoxsa təzə sevgilini alıb verib? Nə hədiyyə, nə gec-gec danışırsan? İşim çoxdur deyə dekorasiya özüm eləyirəm. Hansı ara işin çox oldu hə? Belə işin çox idisə dünənə qədər məndən niyə pul dilənirdin hə? Dünənə kimi pulum yox idi deyə səndən dilənirdim. Sağ olsun Lalə. Lalə kimdir hə? Uca qızların qanı içməyə başlamısan? Sən nə gec-gec danışırsan, Lalə SMM-dir, SMM. Bir də reklam verirsən, ona partladır. Restoran, gül dükanı, o-su. Sən nə biləsən, sən nə insa var ki? Lalə. Qoy gedim o Laləyə məndə yazım. Mənə bir dəfə qız tapsın, yoxsa sən uca mənə saymırsan. Lalə. Getdi Lalənin yanına. Özünə güvənən oğlan. Salam xanım. Salam, nə lazımdır? Sən lazımsan. Dəqiq mən lazımam. Bir şəptivə, bir sportivə, bir də mənə bax. Baxdım xanım, amma dəyişən heç nə olmadı. Bir daha salam, tanış olmaq olar. Oo, belə özünə güvənən insanları sevirəm. İstəklərimi qarşılaya biləcəksən? Nə istəyirsən ki? Deməli, xəyalım olan Toyota RAV4, iPhone 16 Pro Max, bir də Samsung-un televizoru. Başqa? Kiçik qardaşıma PlayStation 5, bir də MacBook Air. Artıq neçə min Standart elədi. qızlar kimi Dyson istəməyəcəksən? Əlbəttə ki, istəyəcəm, amma Dyson-ın fenin yox, Tosoranı. Elə bu gözəlim. Hələ ki, hə.
Mən artıq beynimdə hesabladım, təxminən 100.000 manat lazımdır. Qız dostu. Sən gecikmişəm. Aminə də mənim dostumdur. Yaxın dostuyam. Sabit bilir mən həmişə gecikirəm. Aydan idi, hə? Yo yo Fatimədir bax. Ay o qədər çoxdular ki, arada çaşıram. Mən də üzürlü say. Sabit bilirsən də, ancaq yağlı yeməklər sevir. Cicik yeməklər sevmir. Sən bunu bil, yoxsa ondan tez ayrılacaqsan. Sabit maman zəngilir. Aç gör Cavab nədir? verirəm, hə. Alo. Hə canıma bibi mənləndir. Hə, tamam. Həmişə məndən belə mehriban danışır, çünki ailə dahilinə girmişəm, mən çox sevirəm. İnşallah sənə də qismət olar, tanış olarsan. İnanmıram səni sevirəm, amma nəysə. Bir də ki, dəhşət xorulduyur da. Nə xoruldum ha, başa düşmədim. Ay sən səhv başa düşdün, maması deyib, maması Nə həmişə şikayət maması? edir. Mən başa düşmürəm. Siz deyəsən dost deyilsiniz ha, uje. Sizin vəziyyətiniz şu sevgilinin də keçib. Bir də yaraşmırsan, sən daha acı keçəngini taparsan. Yəni sual verirəm sizə, amma şərhlərdə hamımız gəlin cavab verək. Sizcə qızla oğlan dostluğu olar? Nəysə dostlar, bu videonun sonuna gəldik. Videomu bəyəndisə like atıb aşağıdan da kanalıma abunə olmağı unutmayın. Gələn videoda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Sağda solda çıxan videoları da izləməyibsə keçib izləyə bilərsiniz və bunu da unutmayın ki, sevilirsiniz.